Əl-Ənkəbut, Hörümçək surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Əlif, ləm, mim. İnsanlar elə güman edirlər ki, təkcə iman gətirdik demələri ilə onlardan əl çəkiləcək və onlar imtihan edilməyəcəklər. Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır. Bəlkə yaramaz işlərə yol verənlər bizdən gizlənib özlərini xilas edəcəklərini zənn edirlər. Onlar nə yarıtmaz düşüncələrə dalırlar. Kim Allahla qarşılaşacağına ümid bəsləyirsə, qoy bilsin ki, Allahın müəyyənləşdirdiyi zaman hökmən gələcəkdir. O, eşidəndir, biləndir. Cihad edən məhz öz xeyri naminə cihad edər. Allahın aləmlərə qətiyyən ehtiyacı yoxdur. İman gətirərək yaxşı əməl işlədənlərin əlbəttə ki, təqsirlərindən keçərik və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq. Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara güzəşdə getmə. Dönüşünüz mənə olacaq. Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm. İman gətirib yaxşı işlər görənləri əməli salihlərə qovuşduracağıq. İnsanlar arasında Allaha iman gətirdik deyənlər də vardır. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq biz də sizinleydik deyərlər. Məyər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi?